Sizinlə mənəm Süleyman Həmidov və hörmətli tamaşaçılar, bugünkü buraxılışı Amerika Birləşmiş Ştatlarından başlamaq istəyirəm. Çünki Vaşinqtondan bəyanatların ardı arası kəsilmir və dünyaya ticarət müharibəsi elan edən Amerika prezidenti Donald Trump yenidən gündəmdədir. Baxmayaraq ki, Donald Trump Çinin liderini Xi Jinping'i dostu adlandırıb, Çinə qarşı Birləşmiş Ştatlar tarifləri, ithal rüsumlarını yenidən artırdı və ötən gün bu rüsumların həcmini 145%-ə qədər artırdı. Digər tərəfdən görünən odur ki, bu dostluq, Trump və Xi Jinping arasında dostluq Amerikanın Çinə olan təzyiqlərini artırmağa maneə deyil. Qeyd eləmək lazımdır ki, bu müddət ərzində Donald Trump açıqlayıb ki, digər ölkələrə tətbiq olunan, açıqlanan, daha doğrusu rüsumların tətbiqi 90 gün müddətinə ertələnir. Bunu isə Trump onunla əsaslandırıb ki, bu açıqlamalar olandan sonra Amerika Birləşmiş Ştatlarında istər vətəndaşlar, sadə sakinlər, istərsə də Amerikalı sahibkarlar bir panikaya qapılıblar və bu panikanın, bu narahatlığı aradan qaldırmaq üçün Donald Trump hələlik bu ithal rüsumlarını tətbiq eləməkdən 90 gün müddətində çəkinib və bu günlər ərzində bütün ölkələrə yalnız 10%lik vergi tətbiq olunacaq. Bəs ümumiyyətlə, görəsən Donald Trump Çinə tətbiq olunan bu rüsumlardan sonra Pekin və Vaşinqton arasında münasibətlərin kifayət qədər gərginləşəcəyinə və daha da mürəkkəbləşəcəyindən narahatdırmı? Bunu elə Trump'ın özündən dinləyək. Xeyr, narahat deyiləm. Düşünürəm ki, Çin lideri Xi Jinping çox ağıllı adamdır. Məncə, hər iki tərəf üçün çox yaxşı bir razılaşma əldə edəcəyik. Bizə son illər o qədər pis münasibət göstərilib ki, bu addımı atmalıydıq və məncə o razılaşmaq istəyəcək. Hörmətli tamaşaçılar, Amerika prezidenti Donald Trump Vaşinqton və TikTok şirkəti arasında imzalanmalı olan sazişin imzalanmasını da təxirə salıb. Vaşinqtonda hesab eləyirlər ki, bu saziş yalnız Çin və Amerika Birləşmiş Ştatları arasında ticarət müharibəsi bitəndən sonra imzalana bilər. Hələ ki, ölkələr arasında iqtisadi münasibətlər qeyri-müəyyən şəraitdə davam edir və yalnız iqtisadi münasibətlər normallaşandan sonra böyük ehtimal ki, Vaşinqton və TikTok şirkəti arasında bir müqavilə imzalanacaq. Trump'ın digər bir açıqlamasına görə hazırda Birləşmiş Ştatlar elə bir silaha sahibdir ki, dünyada heç kim bu silahı təsəvvürünə belə gətirmir və yəqin ki, Trump bu açıqlamasıyla Birləşmiş Ştatların fiziki bir silahdan savayı eyni zamanda ona eyham vurur ki, Birləşmiş Ştatlar hələ də dünyanın ən güclü ölkəsi olaraq qalmaqdadır və burada söhbət yəqin ki, təkcə iqtisadi sahədən getmir. Qeyd eləmək lazımdır ki, Çinin, rəsmi Pekinin bütün bu proseslərə də cavabı gözlənilən idi və Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə rəsmi Pekin istənilən, yəni iqtisadi sahədə müharibəyə hazırdır, heç bir müharibədən çəkinmir və burada təkcə emosional ritorikadan söhbət getmir. Rəsmi Pekin açıq şəkildə öz mövqeyini ifadə edir və bildirir ki, hazırda müharibə istəmir, amma həm də Birləşmiş Ştatlardan iqtisadi müharibə sahəsində çəkinmir, Vaşinqtondan qorxmur. Digər tərəfdən Çində bildirirlər ki, iqtisadi zorakılıq siyasətinə qarşı çıxmaq təkcə Asiya nəhənginin maraqlarını ifadə eləmir, həm də beynəlxalq ədaləti qoruyur, beynəlxalq ədaləti, dünya nizamını bərpa eləmək istəyir və böyük ehtimal ki, rəsmi Pekinin bu açıqlaması Vaşinqtonla yanaşı, eyni zamanda Vaşinqtona qarşı birləşmək istəyən ölkələrə və inkişaf etməkdə olan ölkələrə yönəlib.